Günay xanım, birgə nigah dövründə əldə olunmuş əmlaklar hansılardır və necə bölünür? Birgə nigah dövründə əldə olunmuş əmlak deyildi. Yəni burada ər-arvadın öz vəsaiti hesabına əldə olunmuş əmlaklar sayılır. Daşınar, daşınmaz və digər. Yəni bunların vəsaiti hesabına qoyulan, əldə olunan əmlaklardır. Belə ki, yəni lap hansı tərəfinsə adına da olsa, istər həyat yoldaşının kişinin və qadın adına birgə nigah dövründə alınan əmlak belə olsa, o birgə nigah dövründə əldə olunmuş əmlak sayılır. Ancaq burada vurğulamaq istəyirəm ki, nigahdan əvvəl olan əmlak, bağışlanma zamanı, vərəsəlik, vəsiyyətnamə ilə keçən əmlaklar artıq birgə nigah dövründə əmlakı sayılmır. Yəni, əgər həyat yoldaşı qadının və yaxud da ki, qadın kişinin xəbəri olmadan hansısa bir əmlak üzərində, onun adına olan əmlak üzərində hansısa bir alqı-satqı aparılırsa da belə, bilinsin ki, gələcəkdə qarşı tərəf bu alqı-satqının ləğvini, yəni etibarsızlığını mübahisələndirə bilər.